Choose the correct sentences. Düzgün cümlələri seçin. Mübtəda xəbər uzlaşmasına görə cümlələri təyin edəcəyik və birinci cümləmizdə learning to ride a bike demands a special ability qeyd olunub. Bizim mübtədamız gerundlu bir ifadə ilə təyin olunduğuna görə xəbər təkdə olmalıdır. Velosiped sürməyi öyrənməkdən söhbət gedir və demand xəbərimiz S qəbul etdiyi üçün doğru hesab olunur. İkincidə the guest of the conference has already arrived. Sözünü varsa sözündən əvvələ baxırıq və guest qonaqlar sözü cəm olduğu üçün xəbərimiz cəmdə olmalıdır. Ancaq has tək olduğuna görə yanlış hesab olunur. All books in my room was placed accurately. Sözündən əvvəl all books cəmdədir, xəbər cəm olmalıdır, was tək olduğu üçün yanlışdır. There are several types of flowers and vegetables in the garden. Zira özünə yaxın olan isim nədirsə, xəbər onunla uzlaşır. Several types cəm olduğu üçün ardan işlənməsi doğru hesab olunur. A plastic bag with vegetables was left on the table qeyd olunub cümlədə. Sözündən əvvələ baxırıq, plastik çantadan söhbət gedir. Tək olduğu üçün xəbərimizin təkdə olması düzgün hesab olunur. Doğru cavabımız 1, 4, 5, yəni B variantıdır.